Su içərkən etdiyimiz 5 böyük səhv. İnsanların çoxu elə bilirlər ki, əsas məsələ sadəcə su içməkdir. Amma suyu necə içdiyiniz də vacib deyil. Bəzi səhvlər nəticəsində içdiyimiz su bədənimizə xeyir vermir. Birinci səhv gün boyu su içməyib, axşam birdən çoxlu su içməkdir. Su bir dəfəyə yox, gün ərzində bölünərək içilməlidir. İkinci səhv hamının eyni qədər su içməli olduğunu düşünməkdir. Əslində su ehtiyacı insandan insana dəyişir, çəkisinə, yaşına və yaxud da havanın temperaturuna görə. Üçüncü səhv isə yalnız susayanda su içməkdir. Bədən bəzən su azlığını sidiyin tündləşməsi, ağız quruluğu və halsızlıqda da göstərə bilər. Dördüncü səhv isə çay və qəhvəni suyun yerinə saymaqdır. Onlar da mayedir, düzdür, amma təmiz suyu tam əvəz eləmir. Beşinci səhv isə yeməkdən sonra su içmək zərərlidir kimi internet miflərinə inanmaqdır. Su həzmi pozmur, yemək yeyərkən də su içə bilərsiniz. Bir də dostlar, az su içəndə böyrəklərimizdə də problem yarana bilər. Ümumiyyətlə, su böyrəklərimizi qoruyan ən təbii vasitələrdən biridir. Bundan başqa böyrəklərimizə faydalı olan bitkilər də var. Bunların başında gəlir levistik kökü, rozmarin yarpağı, qızıl çətir otu. Bax, bu üç bitkini isə özündə birləşdirən bir qida əlavəmiz var dostlar. Diurnesta adı dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, levistik kökü və rozmarin yarpağının ekstraktı var. Bu bitkilər böyrəklərdə qan dövranını yaxşılaşdırır, antimikrob və iltihab əleyhinə təsir göstərir, daşların yaranmasının qarşısını alır, sidik ifrazını artırır və sidik yollarında yaranan spazmı azaltmağa kömək eləyir. Bundan başqa bədəndə, ayaqda və üzdə olan şişkinliyin azalmasına, sidiyə gedərkən yaranan göynəmə və ağrıların yüngülləşməsinə də dəstək olur. Bir də dostlar, qida əlavəsi alarkən istehsalçı ölkəyə də fikir vermək lazımdır. Diurnest Avropa istehsalıdır, Polşada istehsal olunur, keyfiyyətindən də əmin ola bilərsiniz. Əksər apteklərdə də var, əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər, videomuzu bəyənməyi unutmayın.